Sizcə Azərbaycan qızları daha yaxşıdır, yoxsa digər ölkələrin qızları, yəni turist qızları? Deyək ki, çox maraqlı bir mövzuya toxunduq bu dəqiqə. Yəni müqayisə eləsək, ilk növbədə xarakterdən başlamaq istəyərdim. İstər-istəməz Azərbaycan ölkəsi, müsəlman ölkəsi, keçmiş postsovet ölkəsi və ağır bir mentalitetə sahib olan ölkə olduğuna görə bizim qızların da xasiyyəti təbii ki, digər ölkələrə nisbətən daha ağırdır. Bunun təbii ki, müsbət cəhətləri də var, mənfi cəhətləri də var. Qaldı ki, xarici ölkənin nümayəndələri, yəni bizim mentalitetə, bizim köhnə adət-ənənələrə oxşar digər ölkələr də var. Hindistan, yaxın Şərq və Mərkəzi Asiya ölkələrini buna nümunə olaraq gətirmək olar. Qaldı ki, bu insana görə dəyişən bir şeydir. Məsəl üçün, biz Azərbaycanda köhnə fikirli insanları görürük, məsəl üçün xanımları. Bəzi şeylərin müsbət cəhətləri də var, bəziləri mənfi də var. Çətin sualdır. İnsana görə dəyişir bu. Şəxsən mənə görə Azərbaycanın adət-ənənələrində böyümüş bir mənim həmfikirim xanım xaricdən gəlmiş, xaric mədəniyyətini görmüş, biraz orada uyğunsuzluqlar biz yaşaya bilərik. Əgər münasibət formasında danışırıqsa, münasibət cəhətdən bu məsələyə yanaşırıqsa. Siz daha hansını çox bəyənirsiniz? Yəni başqa ölkədən gələn, başqa düşüncədə olan xanımları, yoxsa Azərbaycanda yəni bəzi qızlar elə bir köhnə fikirdə qalmış, dövrdə belə deyək, fikirdə qalmış qızları. Burada biraz anamın gözəl atalar misalı var. Daha doğrusu anamdan eşitdiyim bir söz var. Deyir, qapında al, qapında sat. Belə bir məsəl var. Yəni istər-istəməz təbii ki, xaricdən bir insanla ailə həyatı da qura bilərəm. Bu yəni bir ehtimaldır. Ürəyimcə yatan biri olsa, xasiyyəti gözəl olsa, niyə də yox? Sadəcə mənim meylim belə deyək ki, daha çox istəyim, yəni Azərbaycanlı, bizim mədəniyyətdən olan bir xanım olar ki, ondan daha rahat bir dil tapmaq olar. Bir növ çətinliyi olmaz bunun. Çünki fərqli mədəniyyətlər təbii ki, bir-birini cəzb eləyir, amma istər-istəməz cəzb elədiyi formada da bir-birini itələməyə də bacarır.